Tanış olun, bu mənim bığlı qızım Miyadır. 4 yaşı var, oxatan bürcüdür. Atası Şotlandiyadan, anası isə Britaniyadandır. Amma özü bizdə, yəni Azərbaycanda yaşayır. İndi hal-hazırda ona maz verirəm ki, mədəsinə tük yığılanda qaytarmasın. Çünki pişiklər özlərini daha çox təmizlədikləri üçün mədələrində tük topam elə gəlir. Bir müddətdən sonra qaytarmağa başlayırlar. Evə qonaq gələndə çox əsəbi olur, çünki qonaqları sevmir. Məni çox istəsə də Nuraydan, yəni qızımdan əl çəkmir. Ağıllı tualetinin paketini dəyişdim, amma əslində 15 gündən bir dəyişirəm. İndi o qədər də olmamışdı. Yemək qabına da yemək əlavə etdikdən sonra vəssalam. 10 gündən sonra bir daha əlavə edəcəm. Səmimi fikirlərimi soruşsaz, mən olsaydım pişiyi küçədən sahiblənərdim. Bu qızıma ad günü hədiyyəsidir. Buna baxmayaraq yenə onu sevirəm. Amma bir daha pişik sahiblənmək istəsəm, 100% onu küçədən sahiblənəcəm. Burada isə qaçdı tutdu oynayırdıq, çünki özü başa düşmüşdü ki, dırnaqları tutulacaq, tükləri təmizlənəcək. Bir tər başını alladıb camaşırxanaya apardım. Əslində bunların peyvəndləri, dərmanları, yeməkləri düzgün şəkildə idarə olunsa tüklər o qədər də tökülmür. Amma tükü tökülməyən pişik yoxdur. Bu cür cins pişiklərə ev yeməyi vermək qəti qadağandır. Çünki onların orqanları sıradan çıxır və ölümlə nəticələnə bilir. 7 ulduzlu pişik yeməyi versəm də 8-9 aylığında əməliyyatla qısırlaşdırdıq. Ondan sonra eyni 7 ulduzlu yeməyin qısırlaşdırılmış pişik üçün hazırlananını verirəm. Bir sözlə, pişik sahiblənəcəksinizsə, gələk ona uşaq kimi baxasınız. Nəzərinizdə saxlayın. Onlar nə qədər böyüsələr də hər zaman körpə uşaq kimi qalacaqlar. Eynən uşaqlara yanaşdığımız kimi onların gigiyenası, yeməyi, hər bir şəraiti, sevgisi və həkim müayinəsi mütləqdir. Bunu unutmayın.